bir kişi kimi Allah kimi rəftar eləmirik. Biz gəlirik, hegemonluq eləyirik. Xanımın duyğularını görməzdən gəlirik, onun incəliklərini görməzdən gəlirik. Uşaqla uşaqlıq eləyə bilmirik. 7 yaşına qədər Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyib, sənin sultanındır. Sən onun duyğularını incitməməlisən. Amma biz gəlirik, səbrimiz yoxdur. Telefon deyirik, ya televiziyaya baxırıq. Uşaq gəlir, ata, ay ata, bax gör nə şəkil çəkmişəm. Ha, hə, qəşəngdir, qəşəng. Çıxıb gedirik. Yola veririk. Uşaq sınır. Uşaq daxilən sınır. Uşaq deyir ki, mən dəyərsizəm. Çünki o hər nədirsə atanın əlində, o məndən dəyərlidir. Və mənim çəkdiyim şəkil də dəyərsizdir. Çünki atam diqqət eləmədi, yola verdi. Orada hər nə çəkmişəmsə mən bacarmamışam, bacarıqsızam. Bacarıqsızlıq, dəyərsizlik, sınmışlıq, natamamlıq yaşayır. O uşaq özünə güvənər. Gözəl. O uşağın özünə sevgisi olar. Xanım 50 dənə şey istəyir kişidən. Evə gəlmişsən də zəhmət çəkmisən öz yerində. Məsələn, gəlib ki, bir dənə diqqət eləsin bu kişi bunu. Xanımdır da Allahın cilvəsidir. Allah özü deyir ki, bu mənim qüdrət nişanəmdir. Xanım elə bir ali varlıqdır ki, Allah Taala Quranda deyir, bu mənim qüdrət nişanəmdir. Və əgər ondan acığınız da getsə, bilin ki, Allah orada çoxlu xeyir, bərəkət verib sizə. Uf demək olmaz. Peyğəmbərimizin kəlamında var ki, sallallahu aleyhi və səlləmin ki, o qədər tapşırdı Cəbrayıl qadın hüququ haqqında, mənə dedim ona uf demək olmaz. Bu kəlmə valideyn üçün gəlib. Valideyn üçün özü də harda gəlib? Qocalanda. Yəni uşaqlaşanda valideyn ona uf demək olmaz. Hə. Yoxsa hər şeydə deyil. İslam dini heç vaxt sorğu-sualsız itaət istəmir. Heç peyğəmbərindən belə sorğu-sualsız itaət istəmir. Deyir, bax, ağlı inkişaf elətdir. Gör nə gözəldir. Ağlınla get, yeri qaç. Allaha tərəf belə deyir, gör nə gözəldir, qaç.